Peygamber cemalına salavat zikr eləyik. Ərvah ənbiya vəl mursalin, məxsusən Ağa İmam Hüseyin əleyhissalam yar ənsari, şərai Kərbəlanın pak mütəhhər ruhlarına salavat zikr eləyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على النبي الأمي العربي المكي الأبتحي التهامي السراج المضيء الكوكب الدري أبي القاسم محمد وعترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم وما خلقت الجن والإنس إلا ليعبدون ما أريد منهم من رزق وما أريد أن يطعمون إن الله هو الرزاق ذو القوة المتين صدق الله العلي العظيم. Allah təbarəkə və təala əzalarımızı qəbul eləsin inşallah. Gələn günlərimizi xeyrə mübəddəl eləsin. Allah təbarəkə və təala nəsib-i qismət eləsin. Kərbəla-i Müəlla ziyarətini, bəqi qəbristanlıqlarının ziyarətlərini Allah təbarəkə və təala bizlərə nəsib qismət eləsin. Ahirətdə də şəfaətlərindən bir nəsib eləməsin inşallah. Ayə-i şərifədə Allah təbarəkə və təala buyurur ki: "Və ma xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən yaratmadım cinni tayfəsini və insi tayfəsini yalnız bundan ötürü yaratdım ki, mənə ibadət edələr. Məni tanıyalar və mənə ibadət eləyələr. Bundan ötürü yaratmışam. Biz gəlməmişik bu dünyaya tikməkdən, düzətməkdən ötürü. Niyə bu dünya lazımdır insana? Yaşamaqdan ötürü insana bir ev lazımdır, bir iş lazımdır, bir güc lazımdır. Bunlar hamısı lazımdır insana. Bunlar müsəlləm. Amma biz bundan ötürü gəlməmişik. Biz gəlmişik bu dünyaya Allaha ibadət eləməkdən ötürü, itaət eləməkdən ötürü, onun əmrlərini yerinə yetirməkdən ötürü. Məqsəd-i gəlişimiz budur. Məqsəd-i xilqət budur. Başqa bir şeydən ötürü biz qəsd olunmamışıq. Allah ki bizi yaradıbdır. Bax, sən varsan, mən varam, kimləri görürük. Məqsəd vardı yaranmaqlıqda. Bıçağı nədən ötürü düzəldirlər? Bir şeyi kəsməkdən ötürü. Da bıçağı başqa şeydən ötürü düzəltməzlər ki, şurup açmaqdan ötürü düzəltməzlər ki.
şurup açmaqdan ötürü o atvorkanı düzəldərlər. Elə deyilmi? Məqsəd, məram nədir bu şeyləri düzəltməklikdə? Hərəsinin bir məqsədi var, bir məramı var. Və biz insanın da məqsədi, məramı Allah Teala ki bizləri yaradıbdır, buyurur ki, yalnız və yalnız bir şeydən ötürü yaratmışam. Oxuduğum ayə Əz-Zariyat surəsinin 57-ci ayəsidir, 56-cı ayəsi. Və ma xaləqtu, ma-i nafiyədir. Ondan sonra bir dənə də illa gəlir. Bəs madan sonra, ma-i nafiyədən sonra ki illa gəldi, həmişə həsr mənasını yetirər. Yəni yalnız və yalnız bundan ötürü yaratmışam. Mənasını hərfi tərcümə edirəm. Və ma xaləqtul cinnə vəl insə. Yaratmadım mən cinni və insi. İlla, məgər yalnız, nədən ötürü? Liyəbuduni, mənə ibadət etsinlər. Və bundan nə gəlir? Həsr gəlir. Yəni ki, mən cinni tayfasını və insi tayfasını yaratmaqlıqda qəsdim budur ki, mənə ibadət eləsinlər. Kuntu kanzin, bir xəzinə idim, istədim ki, aşkar olum, yaratdım bunları. Ta məni tanıyalar və mənə ibadət eləyələr. Məşhur müfəssir Əhl-i Beyt əleyhümüssalam Abdullah ibn Abbas deyir. Abdullah ibn Abbas deyir ki, bu ayənin təfsirində deyir ki, və ma xaləqtul cinnə vəl insə illa liyəbuduni ey liyərifuni. Ey liyərifuni. Yəni, məni tanıyalar. Tanımasan, nə faydası vardı bu ibadət eləməkliyin? Bir kəsi tanımayandan sonra nə fayda? Ya əvvəl Allahı tanıyasan, ona mərifət yetirəsən, bir miqdar insanın öz ağlı qədəri. İndi mən ki imam kimi tanıya bilmərəm. Sən imam kimi tanıya. Hər kəsənin öz miqdarı qədəri. Bunu biləsən ki, səni yaradan var, sənə ruzunu verən var, səni böyüdən var, səni qoruyan var, səni hifz eləyən var. Bunların hamısını biləndən sonra biləsən ki, onun tərəfinə də qayıdacaqsan. Və sən bura gəlmisən nədən ötürü? Onu tanıyıb, ona ibadət eləməkdən ötürü. Məqsəd budur, məram budur. Bəs Allah Təbarəkə və Teala'nın məqsədini biz həyata keçirtməliyik. İndi bu urusu ermənisi durub namaz qılmayacaq ki, elə deyil. Onlar namaz qılmayacaqlar ki. Bu İngilis ki, o şalvarını dizdən yuxarı kəsib giyinir, onlar durub namaz qılmayacaqlar ki. Namazı kim qılacaq? Namazı sən qılmalısan, mən qılmalıyam. Allaha kim ibadət eləyəcək? Sən eləməlisən, mən eləməliyəm. Bu bizim boynumuza düşür, bu bizim vəzifəmizdir ki, Allah Teala'ya nə eləyək? İbadət eləyək. Onun bu məqsədi ki vardı ki, bizi ondan ötürü yaradıbdır, onları biz nə eləyək? Həyata keçirdək. Və ma xaləqtul cinnə vəl insə illa liyəbuduni. Ma uridu minhum min rizq. Allah buyurur ki, mən insanlardan bir ruzu falan istəmirəm ki. Allah deyir sənə ki, get ruzu götür ginən. Və ma uridu ən yut'imun. Və heç təam da istəmirəm onlardan. Mən onlardan bunların heç birini istəmirəm. Nə istəyir Allah Teala bizdən? Deyir ki, gündə 17 rəkət namaz qıl. Allah bunu istəyir də bizdən. İndi bir dəfə həccə gedəndə 2 rəkət orada gələcək boynuva. Bir dəfə indi görəcəksən ki, öküz tərpənəcək, bir zəlzələ olacaq. Sonra o sənə 2 rəkət ayət namazı düşəcək, bir dəfə ay tutulacaq, günəş tutulacaq. Bu da ömründə insanın 5 dəfə, 10 dəfə olardı. Allah səndən nə istəyir? Allah səndən təklif qoyub boynuva ki, cəmaata zülm eləmə, heç kəsə zülm eləmə, heç kəsə əziyyət eləmə. Bu sənin təklifindir. Cəmaatı aldatma, incitmə. Bu
Sonra nə deyib sənə? Əlvin altında olanlarla yumşaq rəftar elə. Mehriban ol günən. Cəmiyyətlə yaxşı rəftar eləginən. Bir də ki, namaz qıl da. Bu namaz da şükr eləməkdir də. Bu namaz bax qıldıq. Bu vaxta qədər namaz qılmışıq da, elə deyil. Nə ziyan verib bizə namaz? Nə zərər verib bizə? Yox, bir dənə görək ki, aya bu namazın mənə bir zərəri olub. Ya misal üçün o oruç ki tutmuşuq biz, neçə illərdir də bu. 50, 60, 70 yaşımız var. 50 ildir oruç tuturuq. Aya bu orucun istisini də görmüşük, soyuğunu da görmüşük. Kimə əziyyət eləyib, kimə zərər vurub? Allah səndən bunu istəyir də. Allah sənə demir ki, getginən bazarda işdə götür, gəlginən bura. Xeyr, bunu da istəmir. Ya get çörək, xorək bişir. Xeyr, bunları istəmir. İnnallaha huvər-rəzzaq. Allah özüdür rəzzaq həqiqətən. Bütün ruziləri verən Allah'dır. Rəzzaq bir ismidir ki, sifət-i müşəbbəhə deyərlər buna. Sifət-i müşəbbəhədir, yəni ki, bir feilin daha da çoxluğunu, yəni bir cürə ruzi verəndir ki, çox ruzi verəndir. Sən bax görgünəm, misal üçün sən bir dənə ailənin rəhbərisən, oğul bir şey istəyir, qız bir şey istəyir, arvad bir şey istəyir, o birisi gəlin bir şey istəyir, nəvə bir şey istəyir. Bir günün içində hamısını təmin eləyə bilirsən, xeyr. Hərdən birinə ayda biri üçün ayaqqabı alırsan, biri üçün o birisi ay saldırıb, bir dənə misal üçün paltar alır. Hə belənçinə də, bu həyat bu cür nə olub? Amma gör Allah təbarəkə və təala bir maşlağa kəndi deyir ha. Dünyadır. 6 milyardı sovuşubdur insan, keçibdir. Düzdür? 6 milyard da, milyard bilirsiniz nə rəqəmdir. Hər milyarddan ötürü gərək 999 milyon ola. Hər milyondan ötürü də gərək 999 min ola. Sonra gəlib 1 milyon ola, sonra gəlib 10 milyon ola, sonra gəlib 100 milyon ola, sonra gəlib 999 milyon ola, ta gəlib 1 milyard ola. 6 milyarda sovuşubdur, insan keçibdir, 7 milyarda yavuqdur, gedir. Hamı hər gün ruzi yiyir. Hər gün ruzi yiyir. Bunların ruzisini kim verir? Rəzzaq bax buna deyərlər. Rəzzaq budur. Bir dənə o insanlar deyir ki, cinnilər də yiyir axı. Neçə bərabəri insanlardır. Cinnilər də yiyir. Cinninlə adam deyir bu dünyada ki, bunun atı var, bunun uzun qulağı var, bunun inəyi var, bunun qoyunu var, bunun toyuğu var, bunun balığı var, bunun havada uçanları var, xırda qarışqası var, milyardılar növ canlılar var. Bunlar hamısı ruzi yeyir. Bunlara kim verir bu ruzunu? Bir zərrə əlin çəksə dala, hamısı məhv olar. Bir dəqiqə, bir an, bir ləhzə. Allah rəhmət eləsin, Seyyid Əzimin bir qəzəli var. Kəssən nəzəri feyzüvü bir ləhzə cahandan, nabud olu aləm sən ona ruhi rəvansan. Tək Adəm-i İsa'da deyil nəfxə-i ruhun, aləm həmə qalibdir, sən ol qalibə cansın. Allah rəhmət eləsin. Ruhuna salavat zikr edin. Bəs innəllaha huvər-rəzzaq. Allahdır ruzi verən. Allahdır bunların hamısının ruzunu verən. Hələ bizim ağlımız bir belə dərk eləyir. Mənim ağlım bir belə dərk eləyir. Amma ağlım bir şeyləri inkar eləmir. Mənim ağlım, mən özümdən danışıram, şəxsən özümdən danışıram. Başqalarında işim yoxdur. Və bu fikrimi də heç kəsin beyninə yeritmək istəmirəm. Ola bilər biri qəbul eləsin, biri qəbul eləməsin. Mənim ağlım inkar eləmir ki, neçə dənə minlərlə belə dünya vardı. Bunu inkar eləmir mənim ağlım. Allah ola bilər belə dünyalar yaradıbdı
və bizim kimi insanlar, cinnilər, filanlılar hamı yaşayır o dünyaların içərisində, üzündə. Nə xilqətlər var, Allah bilir. Nələr yaradıb da Allah bilir. Mənim ağlım bunu inkar eləmir. Çünki Allah Teala yaradandır. Kullə yevmin huvə fi şənidir. Kullə yevmin huvə fi şənidir. Hər gün işinin peşindədir. Belə deyil ki, yaradıb bir dənə kulçatırını vurub düyməsini gedib hamısı öz işinin dalıyla başlayırlar işləməyə. Xeyr. Kullə yevmin fi şən. Hər gün işinin üstündədir Allah Teala. Onun nəzəri iləndir. Birdən bir an nəzərin çəksə hamı məhv olar. Bir günləri bir gün gəldi bir nəfər Həzrət Ağa Rəsulullahın ya Həzrət Əli əleyhissalamın yanına ki, Allahı tərif elə bizim üçün, Allahı tanıtdır bizə, mərifət yetir bizə. Həzrət Rəsul Əkrəmdən dəlil istədilər ya Həzrət Əli əleyhissalamdan. Ağa da onları göndərdi ki, gedin o cəhrə əyirən qarının yanına. Allahın varlığını, isbatını istəyirsiniz, gedin o cəhrə əyirən qarının yanına. Cəhrə də o yunu tökərlər, onu əyirərlər, ip düzəldərlər. Onun bir neçə cürə yolları var. Bəlkə görmüşsünüz. O maşın, qədim maşınlar özə taxtadan olurdu. Onlar indi dəmirdən düzəldirlər. Bəli, çoxlu onun yolları var. Görürsən, yun buradan gedir, oradan keçir, beləncə. Bilaxır bunun bir yeri var, orada oturur o adam, onu hərləyir ki, o da nə olsun, hərlənsin, ta ip çəkilsin, düzəlsin. Bəli, deyir, gedin o cəhrə əyirən qarının yanına. Gəlirlər, deyir, niyə gəlmişsiniz? Deyir ki, Həzrət Rəsul Əkrəm göndərdi bizi ki, biz bu dünyanın saniyəsi haqqında sual verdik. Dedi, gedin cəhrə əyirən arvad desin sizə. Cəhrə əyirən arvad əlini çəkdi o cəhrədən. Dedi, hərlənsin də, bu niyə hərlənmir? Dedilər, gərək sən hərlədəsən də. Dedi, bu dünyanı da hərlədən bir nəfər var da. Bir kəs var ki, bunu hərlədir də. Niyə özü əlini çəksə, bu da dayanacaq da. Bəs Allah təbarəkə və təala buyurur, İnnəllaha huvər-rəzzaq. Allah rəzzaqdır, ruzu verəndir. An və an, dəqiqə və dəqiqə bizim ruzulərimizi verir. Həbi zaman bizim ruzumuzu verir. Zul-quvvətil mətin. Quvvə sahibidir, qudrət sahibidir. Bir qudrət sahibidir, bir quvvənin sahibidir ki, la havlə və la quvvətə illa billah. Ki ondan başqa bir havl-u quvvə yoxdur. Ki onun müqabilində durmuş olan. Zul-quvvə, əl-mətin, mətindir. Mətanətlidir, möhkəmdir, dəqiqdir hər bir işində. Allah rəhmət eləsin, Əhməd Ağa müəllimiz, ruhuna salavat zikr eləyək. Onun bir Nizami Elmşünas kitabı vardı, bilmirəm oxumusunuz ya yox. Nizami və Elmşünas. Onun o kitabında, oxusunuz da orada çox dəqiqdir, onu biraz düşünməli kitabdır, çünki fəlsəfi bir mövzulardır. Orada bir dünyanın bu peykiləri haqqında, ay haqqında yazır. Misal üçün, ay 90 dərəcə meyilli yer kürrəsinin ətrafına daim dövriyyədədir. Birdən əgər 89 dərəcə olsaydı, 91 dərəcə olsaydı, böyük fəlakətlər baş verərdi. Mətin buna deyərlər. Nə cürə dəqiq yaradıb? İnsana iki göz veribdi. İki gözün arasında bir dənə burun yaradıbdı. Bica yaratmayıbdı bu burnu. Həm bunun funksiyası odur ki, insan onunla nəfəs alsın, həm də funksiyası budur ki, insanın gördükləri bir-birinə qarışmasın. Birdən bu burun olmasaydı, aləm dəyəcəkdi bir-birinə. Heç bir şeyi sən görə bilməyəcəkdin. Bu gördüklərimiz hamısı qarışacaqdı bir-birinə. Və bu burundur ki, o məsafəni qoruyub saxlayıbdı və iki gözün görünüşünü neynibdi? Hifz eləyibdi. Mətin buna deyərlər. Mətanətli buna deyərlər. Göz yaradıb. Gözü hifz eləməkdən ötürü bir mizə yaradıbdı, bir qaş yaradıbdı. O mizəni, qaşı belə yaradıbdı ki, həm insana gözəllik verir, bir nəfərin qaşı olmayan, mizəsi olmayan nə qədər kosa görsənir o. Elə deyil. Kifir görsənir də.
Amma Allah təbarəkə və təala bu qaşı gözü yaradanda micəni qaşı belə yaradıbdı ki, həm o gözəllik verir insana, həm də ki, gözü o tozdan, torpaqdan, müxtəlif şeylərdən qoruyur, hifz eləyir. Nə gözəl Allahdır. Mətanət buna deyərlər. Mətinlik buna deyərlər. Salavat zikr eləyək. Allah zalimlərə lənət eləsin. Allah Yezid ibn Muaviyyəyə lənət eləsin ki, bu cürə Allahın kəlamını məhv eləmək istəyirdi. Allahın kəlamı bircə Quran deyil ki, İmam Hüseyn də elə Allahın kəlamıdır. Bu günləri İmam-ı Zaman ağa Allahın kəlimatıdır. Kəlimi Allah təbarəkə və təaladır. Ki Allah Teala özü buyurur ki, kəlimətullah hiyəl-ulya. Allahın kəlməsi ölyadır, ucadır. Amma o məlunlar istədilər ki, Əhl-i Beytin işığını söndürələr. O şəm-i ki Allah tərəfindən yanıbdı, onu söndürələr, onu aradan aparalar. Amma bilmədilər ki, Allah Teala vədə veribdi ki, yuridun liyutfi'u nurallahi bi afvahihim vallahu mutimmu nurih. Allah Teala öz nurunu tamamlayacaq. O nuru söndürmək olmaz. Vallahu mutimmu nurih velav karihal kafirun. Huvellezî ersele resûlehu bil huda ve dinil hakk liyuzhirahu aled-din kullih velav karihal müşrikûn. Bəli, Allah təbarəkə və təala öz dinini tamam eləyəndi, itmama yetirəndi, nurun tamama yetirəndi. Vəlavin ki, o zalimlər istəyirdilər ki, Ağa İmam Hüseyni öldürməklə İslam dinini aradan aparalar. Yezid ibn Muaviyyə bugün güya peşiman olubdu, amma peşiman olmayıbdı. Bir neçə şey səbəb oldu Əhl-i Beyti azad eləməkdən ötürü. Onlardan biri Ağa İmam Zeynəlabidin əleyhissalamın xutbəsi Əməvi məscidində keçən dəfə söhbət elədim. Biri xanım Rüqəyyənin şəhadəti. Biri arvadı Hindənin yuxu görməkliyi. Biri özünün yuxu görməkliyi. Hində deyir, mən yuxu gördüm. Gördüm ki, mələikələr hər tərəfdən axışıb gəlirlər bizim evə. O yerdə ki, Ağa İmam Hüseynin başını saxlayıblar, hamı gəlib ziyarət eləyir və qayıdıb gedirlər. Fovcu, yerlə göy arasını mələklər bürüyübdü. Bir vaxtı gördüm ki, bir nur peyda oldu. O nurun üstündə 5 nəfər kişi, nurani kişi əyləşibdi. Gəlib yetişdilər, gördüm ki, biri Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmdir. O biriləri də onlar tanış elədilər. Hamı bir-bir Ağa Rəsulullah aldı İmam Hüseynin mübarək başını, səlam deyəndən sonra buyurdu ki, Baba Adəm, al nəvəmi ziyarət elə ginən. Adəm əleyhissalam bildim ki, Adəmdir. O da verdi Nuh'a, dedi, oğul Nuh alginan. O da verdi İbrahimə, o da verdi Musaya, o da verdi İsa'ya. Ta bunlar hamısı bir-bir ziyarət elədilər. Ta belənçiyinə neçə dənə yuxular gördülər. Hində deyir, mən qalxdım yuxudan. Yüyürək gəldim Yezidin otağına ki, xəbərdar eləyim onu. Gördüm Yezid yoxdur. Keçdim o tərəfə. Gördüm Yezid oturub bir qaranlıq otaqda. Başına döyür və deyir, mənim nə işim var idi Hüseyndən ki, mən onu öldürdüm. Maliyə li qətlil Hüseyn. Nə olmuşdu mənə ki, mən Hüseyni öldürdüm. Hüseynin məndən nə işi vardı ki, mən onu öldürdüm. Bu nə işdir tutdum. Üzünə silə vurur, başına silə vurur. Bunu dəfələrlə, hətta özü də bir yuxular görürdü və pis işlər baş verirdi ondan. Mırdallayırdı çarpayısını, yatağını mırdallayırdı. Bir nəfər
yuxusuna elə gözünü yummağa qorxurdu məlun. Elə gözünü yuman kimi görürdü bir nəfər gəlib qılınc əlində bunu bölmək istəyir, vurmaq istəyir, ayılırdı, görürdü ki, daha iş işdən keçibdi. Yəni bunlar hamısı səbəb oldular və səbəblərdən daha ümdəsi bu idi ki, Yezid baxdı, gördü ki, cəmaat yatmışdı, yuxudan ayılıbdı. Hər yerdə İmam Hüseyndən söhbət gedir. Cəmaat artıq qara geyiniblər. Cəmaat libasların qırmızıları çıxardıb qara geyiniblər. Qapıların açıblar və gecələr yığışırlar, Hüseynvay deyib ağlayırlar. Əhl-i Beyt əza saxlayır. Hər bir yerdə əzalar saxlanılır. Gördü ki, bu qorxulu bir şeydir bunun hökumətindən ötürü. Qur'anları böldü, parələdi. Cüz-cüz, birinci dəfə cüz oradan qalıbdı. Cüz-cüz elədi, dağıtdı insanların arasında ki, qoy söhbət eləməsinlər, məşğul olsunlar Qur'an oxumaqla. Gördü, xeyri yoxdur. Elan elədi, cəmaatı çağırtdı məscidə. Hamı doldular məscidə. Çıxdı, oturdu mənbərdə. Dedi, cəmaat, eşitdiyimə görə deyirsiniz ki, mən Hüseyin ibn Əlini öldürmüşəm. Mən Hüseyin ibn Əlini öldürməmişəm. Onu öldürən Mərcanənin oğludur. Mən öldürməmişəm. İnanmırsınız mənə, qoy orada iştirak eləyənləri çağırım. Çağırdı. Neçə nəfər ki vardı, Şəbs ibn Rəbi idi, Müsari idi, nə bilim kimlər idi, Şimri idi, bunlar hamısı buradaydılar, Dəməşqdə idilər. Çağırdı hamısını, üzün tutdu Şəbs ibn Rəbiyə. Dedi, Şəbs ibn Rəbi, sən öldürmüsən Hüseyni, yoxsa mən sənə əmr eləmişəm öldür? Dedi, yox, mən öldürməmişəm. Şəbs ibn Rəbi dedi, mən öldürməmişəm, Allah lənət eləsin ona. O vurmuşdu İmam Hüseyni. Özdə bək vurmuşdu. Ağa İmam Hüseyin əleyhissalamın damarlarını kəsmişdi o məlum. Dedi ona, sən öldürmüsən? Dedi, yox, mən öldürməmişəm. Heç sən də mənə əmr eləməmişsən. Müsarə öldürübdü. Çağırdı Müsarəni ki, sən öldürmüsən? Dedi, yox, mən öldürməmişəm. Pəs Xuli öldürübdü. Çağırdı Xulini, dedi, yox, mən öldürməmişəm. Zeydi çağırdı, dedi, yox, mən öldürməmişəm. Bəlkə Şimri ibn Zülcovşanı öldürüb. Çağırdı Şimri ibn Zülcovşanı, sən öldürmüsən? Dedi, yox, mən öldürmədim, Sənanun və Ənəs öldürdü. Onu çağırdı, dedi, yox, mən öldürməmişəm. Dedi, siz nə danışırsınız? Mənə ələ salırsınız, yoxsa özünüz dəli olmuşsunuz? Cəmaatın qarşısındaydı ya bu. Və kim öldürübdü İmam Hüseyni? Siz olmuşsunuz da orada. Bir-birimizin boynundan atırsınız. Biri yeridi irəli dedi ki, əmir, mən desəm sənə həqiqəti qəbul elərsən? Əmində olaram. Dedi, bəli, əmindəsən, deginən. Dedi, Hüseyni o adam öldürdü ki, bayraqları vurdu ağacların üstünə. Pul buraxdı, qoşun düzətdi, ordu düzətdi, əmr yazdı, kağız yazdı. Əmr göndərdi ki, Hüseyni öldürün. Dedi, kimdi o eləyəm o işi? Dedi, sən. Bunu eşidəndə məlun pərt oldu, düşdü. Düşdü mənbərdən, çıxdı, getdi evinə. Elə bu sözləri deyirdi ki, mən hara, Hüseyin hara. Mən hara, Hüseyin hara. Peşiman olmamışdı ya. Onlar peşiman olmazlar, kafirdirlər onlar. Peşiman olmamış idi. Bəlkə o gördüyü işi şahidi oldu ki, öz təxtinə görə xilaf bir iş görübdü. Səltənəti aradan getdi, hökumətliği aradan getdi. Cəmaat onun qəddarlığını bildi, nahəq olmaqlığını tanıdı, fisq-i fücuru aşkar oldu. Ağa İmam Hüseyin əleyhissalam şəhadəti ilə dini aşkar elədi, dini saxladı. Bircə o deyirdi ki, zalimlərin zülmünü aşkar elədi. Onların iç üzlərin aydın elədi cəmaatdan ötürü. Cəmaat Yezidi xəlifə bilirdilər. Elə bilirdilər ki, Allahın tərəfindən nümayəndədir yer üzərində. Amma indi bildilər ki, xeyr, bu fasiqdir, bu xarab adamdır. Ona görə Yezid bu cürlə narahat idi.
Və baxdı, gördü ki, səltənəti aradan gedəcək, odur ki, məcbur oldu Əhl-i Beyti azad eləsin. Bu səbəb oldu, bu şeylər səbəb oldu ki, Əhl-i Beyti azad eləsin. Odur ki, İmam əleyhissalamı çağırdı və Həzrətin o dediklərini ona verdi. Və ehtimal da var ki, Ağa İmam Hüseyin əleyhissalamın başını da elə İmam Zeynəl Abidin əleyhissalam aldı və gətirdi, gəldi, mülhəq elədi. Və İmam əleyhissalam buyurdu ki, mənə bir dənə mümin adam verginən, dedi, Nö'man ibn Bəşiri verirəm sənə. Nö'man yaxşı insan idi. Bücrə apardı Əhl-i Beyti ki, Əhl-i Beyt gedirdi. Ordunun bir hissəsini qabağa qoymuşdu, bir hissəsini arxaya qoymuşdu. O qədər məsafə saxlayırdı ki, xanımlar rahat olsunlar. Hər yerdə düşərgə olanda ordunu o qədər qabağa sürdürürdü ki, onlar dəvələri görməsinlər, xanımları görməsinlər. Və arxadakı ordunu da o cürünə saxlayırdı. O minvaldan və İmam Zeynəl Abidin əleyhissalamla məsləhətlə gəldilər, yetişdilər bir yerə. Bir yerə yetişdilər ki, oradan yol ayrılır. Bir yol gedir Kərbəlaya, bir yol gedir Mədinəyə. Bəşir gəldi, Yəbnə Rəsulillah, sənə fəda olum, atam anam sənə fəda olsun. Hara gedək biz? Bu yol Bəsrəyə gedir, bu yol gedir Mədinəyə. Ki, Kərbəla tərəfə gedir bu yol, Əraqa gedir. Həzrət dedi ki, bir dayan. Gəldi xanım Zeynəbin yanına. Əmməcan, hara gedək? Kərbəlaya gedək. Yoxsa Mədinəyə gedək. Xanım Zeynəb ağladı, Ümmü Gülsüm ağladı, İmam Hüseynin əyalları, şühədanın əyalları başladılar ağlamağa. Xanım Zeynəb ərz elədi ki, imamım bana, sənə fəda olum, mən Hüseyndən doymamışam ki. Məni heç qoymadılar Hüseynə matəm tutum ağlayım. Onun cənazəsini dəfn eləməyə qoymadılar. Bizi apar Kərbəlaya tərəf. Odur ki, İmam Zeynəl Abidin əleyhissalam əmr elədi Nö'man ibn Bəşirə ki, Kərbəlaya gedirik. Ələ lənətullah ələl qovmiz zalimin və səyələmullezine zələmu əyyəmun qələbi yənqəlibun. Allahümmə inna nəs'əlükə və nəd'uk bismikəl azimil əzəm əl-əcəllil əəzzil əkrəm və bil Hüseyni ya Allah ya Allah. İlahi bari pərverdiyara, günahlarımızdan əfv qələm çək. İlahi və Rəbbi, ərbəin ziyarətin bizlərə də nəsibi qismət elə ki. Ağa İmam Həsən Əskəri əleyhissalam buyurur ki, müminin 5 dənə nişanəsi var. Onlardan biri də ərbəin ziyarətidir. İmam Hüseynin ərbəin ziyarəti. Allah bizlərə də qismət eləsin, gedib İmam Hüseynin ziyarətini eləyək. Allah Teala məriz və xəstələrimizə şifa inayət eləsin. Allah Teala gələn günlərimizi xeyr eləsin. Haqqı Nəbiyyina və alih və bil Fatih.